Hazırda dünyada 2 milyard civarında müsəlman yaşayır və bu müsəlmanların 80%-ə qədəri sünnilər, 20% isə şiələrdən ibarətdir. Bəzi ölkələrdə məzhəb ayrılığı heç bir problem yaratmasa da, bəzi ölkələrdə isə tam əksinə bu məzhəb ayrılığı hətta bir-birinin məscidini partlatmağa qədər gedib çıxa bilər. Bugünkü videomuzda sizə sünnilik və şiəlik məzhəblərinin mahiyyətini və nə zaman ayrıldıqlarını izah edəcəyik. 632-ci ilin mart ayında Məhəmməd Peyğəmbər öz tərəfdarları ilə birlikdə həcc ziyarətindən qayıdırdı. Yolda olarkən Məhəmməd Peyğəmbər Qədirxum adlanan ərazidə dayanıb istirahət etmək qərarına gəlir. Bu istirahət zamanı Məhəmməd Peyğəmbər İmam Əlini yanına çağıraraq belə bir söz deyir: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır." Şiələrin fikrinə görə əslində burada Məhəmməd Peyğəmbər özündən sonra gələcək xəlifənin kim olacağını bildirirdi. Sünnilər isə iddia edirlər ki, Məhəmməd Peyğəmbər orada sadəcə olaraq Həzrət Əliyə olan dəstəyini ifadə edirdi. Amma istənilən halda sünnilik və şiəlik arasındakı fikir ayrılıqlarının yaranmasına səbəb olan məsələlərdən biri məhz budur. 632-ci ilin iyun ayında Məhəmməd Peyğəmbər həyatını itirir. O həyatını itirdikdən sonra növbəti xəlifənin kim olacağı ilə bağlı ciddi müzakirələr gedir. Həmin dövrdə Əbu Bəkir adlanan Məhəmməd Peyğəmbərin həm qaynatası, həm də yaxın dostu olan şəxs hakimiyyətə gəlir. O hakimiyyətə gəldikdən sonra ölkəni normal şəkildə idarə etməyə başlayır. Amma məsələ burasında idi ki, İmam Əlinin bu prosesdən xəbəri yox idi. Bu üzdən də onun tərəfdarları əslində növbəti xəlifənin Əli olacağını gözləyirdi. Amma Əli baş verən bu prosesə hər hansı bir etiraz bildirmir. Konsultant olaraq fəaliyyət göstərir və hakimiyyətə, dövlətə öz dəstəyini hər zaman ifadə edir. Amma Əbu Bəkirdən sonra Ömər, Ömərdən sonra isə Osman hakimiyyətə gəlir. Osman 656-cı ildə öz həyatını itirir və ondan sonra şuranın qərarı ilə İmam Əli hakimiyyətə gəlir. İmam Əli hakimiyyətə gəldikdən sonra artıq başqa problemlər meydana çıxmağa başlamışdı. Belə ki, Muaviyyə adlanan Suriyalı bir iş adamı, böyük bir biznesmen Osmanın qohumu idi və o Osmanın, xəlifə Osmanın, yəni qətlə yetirilməsindən dolayı qan haqqının onda olduğunu iddia eləyirdi və bundan istifadə edərək xəlifə Əliyə müxtəlif şərtlər irəli sürməyə başlamışdı. Öz münasibətlərinə sülh yolu ilə həll tapa bilməyən tərəflər 657-ci ildə müharibə eləməyə başlayırlar. Bu müharibə uzun müddət çəkir. Müəyyən dövrdən sonra İmam Əli müharibədə üstünlük qazanır. Amma digər tərəfin xahişi ilə tərəflər bu müharibənin həllini Qurani-Kərim vasitəsilə həll etməyə çalışırlar. İmam Əlinin tərəfdarlarından bir xeyli insan isə buna etiraz edir və onlar üstünlük qazandıqları müharibənin başqa yollarla həll edilməsinin tərəfdarı olmadıqlarını bildirirlər. Bundan sonra həmin hissə İmam Əlinin ordusundan ayrılır və onlar əslində tarixdə xaricilər adlanırlar. Və bu müharibədən bir neçə il sonra həmin xaricilər adlanan dəstədən bir nəfər İmam Əli məsciddə namaz qıldığı yerdə ona sui-qəsd edərək onun həyatına son qoyur. İmam Əlidən sonra hakimiyyətə Muaviyyə iddia edirdi və Muaviyyə hakimiyyətə gəlir. Amma Muaviyyə hakimiyyətə gəldikdən sonra İmam Əlinin oğlu Həsən ilə bir müqavilə imzalayır. Həsən imam idi və onun istəkləri var idi. Onun istəklərinin başında duran isə bu idi: Muaviyyədən sonra hakimiyyətə gələcək şəxs Muaviyyənin qərarı ilə təyin olunmayacaqdı. Şura vasitəsilə qərar veriləcəkdi. Digər bir şərt o idi ki, Muaviyyə ölkəni tamamilə İslam qanunları ilə idarə etməli idi. Muaviyyə ilk dövrlərdə doğrudan da Həsənlə danışdığı formada ölkəni idarə etməyə başlayır. Amma bir dövrdən sonra artıq danışdıqları qaydanı pozmağa başlayır. Belə ki, o oğlu Yezidi öz yerinə xəlifə təyin etmək qərarına gəlir və onu xələfi kimi təyin edir. Daha sonra isə onu seçəcək şura üzvlərini müxtəlif vasitələrlə, rüşvət və yaxud digər vasitələrlə ələ alaraq ona səs verməsini qarantiləyir. Bu proses uzun müddət çəkdi. Sonra artıq tərəflər arasındakı münasibətlər tamamilə kəskinləşir. İmam Həsən həyatını itirdikdən sonra onun qardaşı İmam Hüseyn atasının, yəni İmam Əlinin bütün tərəfdarlarını öz başına yığır. O da Muaviyyə ilə və onun oğlu Yezidlə münasibətlərində problem yaşayırdı. Belə ki, onlar verdikləri sözü tutmadığı üçün tərəflər heç bir şəkildə öz münasibətlərini həll yolu tapa bilmirdilər. Və belə olan halda ölkədəki bir çox Əlinin tərəfdarı olan insanlar da onun oğlu Hüseyni dəstəkləməyə başladılar. Bu prosesin pik nöqtəsi isə Kufə ərazisində baş verdi. Kufəlilər İmam Hüseynə xəbər göndərərək bildirirlər ki, biz səni dəstəkləyirik və başa sən keçməlisən. İmam Hüseyn bunu eşitdikdən sonra ailə üzvləri ilə birlikdə Kufə şəhərinə yollanır. Amma problem burada idi ki, Yezid Kufə ərazisində baş verənlərdən xəbərdar idi və bunu bildikdən sonra Yezid həmin şəhərin valisini dəyişərək başqa bir vali ora təyin edir. Yeni gələn vali isə orada İmam Hüseynin tərəfdarlarını demək olar ki, yoxa çıxardır. İmam Hüseyn isə bunlardan xəbərdar değildi və Kufəyə doğru artıq üz tutmağa başlamışdı. Kufə yaxınlığına çatanda baş verənlərdən xəbər tutan Hüseyn yenə də geriyə addım atmır. Kərbəla ərazisinə gələn İmam Hüseyn burada Yezidin 4000-lik qoşunu ilə rastlaşır.
Buradakı ordu üzvlərinin bir çoxu İmam Hüseynə böyük rəğbət bəsləyirdilər. Birinci növbədə ona görə ki, o Məhəmməd peyğəmbərin nəvəsi, ikinci növbədə ona görə ki, o İmam Əlinin oğlu idi və ona görə də onu dilə tutaraq bu davadan vaz keçməsini xahiş edirlər. Amma İmam Hüseyn baş verən ədalətsizliyə qarşı sona qədər savaşacağını bildirir. Belə olan təqdirdə Yezidin ordusu İmam Hüseyn və tərəfdarlarını, yəni təxminən 70 nəfər insanı həmin ərazidə, yəni Kərbəlada qətlə yetirir. Bu İslam tarixindəki ən qanlı hadisələrdən biri, bəlkə də birincisidir. Çünki həmin gün Kərbəlada ölən insanlar Məhəmməd peyğəmbərin nəvələri və nəticələri idi. Və bu hadisə sünnilik və şiəliyin qollara ayrılmasında ən böyük səbəblərdən biri hesab olunur. Bəs Azərbaycanda şiəlik hansı formada yarandı, bunu da danışacağıq. Çoxlarınızın da bildiyi kimi Azərbaycanda şiəliyin yayılması Səfəvilər dövləti ilə bağlıdır. 1334-cü ildə Səfəviyyə ordeni deyilən bir orden yaranır. Amma məsələ burasındadır ki, Səfəviyyə ordeninin ilk 4 başçısı əslində sünni məzhəbinə aid insanlar idi. Amma təriqətin 5-ci başçısı olan Şeyx Cüneyd təriqətdəki başçılığı ələ keçirdikdən sonra tədricən məzhəbi şiəliyə doğru dəyişdi. Bunun siyasi səbəbləri də var idi. Belə ki, o özünə daha çox tərəfdar toplamağa çalışır. Şeyx Cüneyd kifayət qədər nüfuzlu və iddialı bir insan idi. Və buna görə də Qaraqoyunlar dövlətinin başında duran insanlar onu sevmirdi və ondan ehtiyat edirdilər. Belə olan təqdirdə Şeyx Cüneyd Ağqoyunlu hökmdarı Uzun Həsənlə yaxın münasibət saxlamağa başlayır. Və hətta bir qədər sonra onlar o qədər yaxın münasibətdə olurlar ki, Şeyx Cüneyd Uzun Həsənin bacısı ilə evlənir. Bu Səfəviyyə ordeni üçün çox böyük bir nüfuz deməkdir. Artıq onlar kraliyyət ailəsinin bir üzvü hesab olunurdular. Daha sonra isə Şeyx Cüneyd həyatını itirir və onun davamçısı olaraq onun oğlu Şeyx Heydər hakimiyyətə gəlir. Hakimiyyət dediyimiz, yəni təriqətin başına gəlir. Şeyx Heydər Uzun Həsənin sarayında böyümüşdü və dayısı ilə yaxın münasibəti var idi. Həm Şeyx Cüneydin, həm Şeyx Heydərin dövründə Səfəvilərlə Ağqoyunlar arasındakı münasibət çox yüksək səviyyədə idi. Uzun Həsən həyatını itirdikdən sonra Səfəvilərlə Ağqoyunlar arasındakı münasibətlər çox pis vəziyyətə düşdü və hətta Ağqoyunlar daha da irəli gedərək Səfəvilərin ailəsindəki hər kəsi öldürməyə başladılar. Amma Səfəvilərin çox ciddi tərəfdar kütləsi var idi və onların dəstəyi ilə Şeyx Heydərin ən kiçik oğlu İsmail həyatda qalır. İsmail böyüdükdən sonra artıq ordu toplayaraq, tərəfdar toplayaraq Ağqoyunlara qarşı mübarizəyə başlayır. İsmailin o dövrdə tərəfdar toplamasının müxtəlif səbəbləri var idi. Birinci növbədə ona görə ki, ölkədə çox ciddi problemlər var idi, əhali müharibələrdən yorulmuşdu, çox ciddi aclıq var idi. Bu səbəbdən də İsmailin tərəfinə qoşulanlar çox idi. Amma digər ən əsas səbəblərdən biri isə bu idi ki, İsmail özünü İmam Mehdi olaraq ifadə edirdi. Bu tarix kitablarında çox görünən bir şey olmasa da bəzi tarixçilərin iddia etdiyi bir fikirdir. Belə ki, İsmail eyni zamanda ölkənin müxtəlif tərəflərində peyda olurmuş kimi davranırdı. Yəni bir tərəfdə ölkənin bir tərəfində özü, digər tərəfində isə onun oxşarı çıxarılırdı və əhalidə bu möcüzəvi bir şey kimi assosiasiya olunurdu. Buna görə də əhali artıq onu bir təkcə şah kimi, bir varis kimi deyil, eyni zamanda onu bir imam kimi, müqəddəs bir insan kimi qəbul eləyirdi. Və belə olan halda Şah İsmailin tərəfdarları getdikcə artırdı. Və demək olar ki, İsmail ciddi çətinliklər çəkmədən 1501-ci ildə Ağqoyunları məhv edərək hakimiyyətə gəldi və vahid Azərbaycan dövlətinin başçısı oldu. Amma təəssüf ki, İsmail hakimiyyətə gəldikdən sonra ölkədə bəzi problemlər oldu. Belə ki, o dövrdə əhalinin müəyyən hissəsi sünnilər idi və İsmail o hissəni demək olar ki, zorla şiələşdirmə siyasəti həyata keçirməyə başladı və hətta razı olmayan bir xeyli insanı öldürməyə belə getdi. Amma ilkin dövrlərdə bunu etsə də sonradan bir qədər siyasət dəyişdi. Belə ki, dünyanın müxtəlif ölkələrindən İsmail şiə alimlərini Azərbaycana çağırdı və onların belə deyək də təsiri ilə artıq şiələşdirmə siyasəti daha yüngül formada həyata keçirildi. İnsanlara bu siyasət anladılaraq, öyrədilərək həyata keçirilməyə başladı. Yəni zorla həyata keçirilmə artıq əvvəlki qüvvəsini itirməyə başlamışdı. Beləcə Azərbaycanda şiəliyin əsası demək olar ki, Səfəvilər dövlətinin yaranması və inkişafı ilə əlaqədardır. Bu təkcə Azərbaycana yox, həm də İrana aid olan bir proses idi. İndiki İran İslam Respublikası. Bugünkü gündə də Azərbaycanda müsəlmanların böyük bir hissəsi şiələrdən ibarət. Amma sevindirici məqam odur ki, Azərbaycan bir çox digər İslam ölkələrindən fərqli olaraq məzhəb ayrıcaçılığına görə hər hansı ciddi konfliktlərin yaşanmadığı bir ölkədir. Belə ki, bu ölkədə insanlar dini etiqadından və məzhəbindən asılı olmayaraq bir-birinə hörmətlə yanaşmağı bacarırlar. Bununsa əsas səbəbi təbii ki, təhsil səviyyəsi və cəmiyyətin daha sivil olmasından ibarətdir. Amma təəssüf ki, bir çox İslam ölkələrində bu məzhəb ayrıcaçılığı nəinki hər hansı bir qarşı durmaya, hətta savaşlara, qan tökməyə qədər gedib çıxa bilir. Ümid edək ki, ölkəmizdə bu məzhəb ayrıcaçılığı heç vaxt ciddi bir problemə səbəb olmayacaq. Hər zaman sünnilər, şiələr, ümumiyyətlə bütün dinlərin nümayəndəsi bir-biri ilə mehriban və firavan halda yaşayacaqlar. Sağ olun dostlar, gələn görüşlərə qədər.